Bu şeir övladları tərəfindən Xuraman xanıma həsr olunur. Axır gözümüzün yaşı, ay ana, bugün anamızdan yetim qalmışıq. Yanır qəlbimizin başı, ay ana, sən görən deyilik, çox qocalmışıq. Kimsəsiz otağın sükuta batdı, divardan asılan cansız şəkil də, şəkillər içində bir şəkil tapdıq, bağrına basmışdın bizi şəkildə. Səninlə yaşadıq kədərsiz, qəmsiz, gözəl görünürdü qəmsiz bu dünya. Sönüb evimizin çırağı sənsiz, qaranlıq görünür sənsiz bu dünya. Yaşasaq da xəyalların gücünə, sənsiz yaman darıxırıq ay ana. Adın gəlir dilimizin ucuna, çağırırıq, karıxırıq ay ana. Dəsmalı göstərdin ana gözündən, bizim göz bağlayan vaxtımız deyil. Ay ana, ayırdın bizi özündən, biz ana ağlayan vaxtımız deyil. Gərək verməyəydik, biz gərək səni, necə dözəcəksən havasızlığa, gecə yuxumuza gəl görək səni, gəl bizi öyrətmə anasızlığa. Ölüm səni vaxtsız alıb apardı, sənin ölən vaxtın deyildi ana. Fələk gəlib elə tufan qopardı, dünya gözümüzdə əyildi ana. Gözün tapmadığı balalarının, kölgəsi gözündə süründü getdi. Əlin çatmadığı balalarının, şəkili gözünə göründü getdi. Üzümüz gülməyir ana gedəli, qohumlu, qardaşlı, uzaqlı yaddı. Hər yerdə görünür yerin, deməli, bir ana itirdi Xuraman adlı. Bir ana itirdi Xuraman adlı.